Qarabağ Çempionlar Liqasında 5 oyuna 30 milyon avro qazanıb. Manatla götürəndə bu təqribən 60 milyon manata yaxın eləyir. Deyərdim ki, Qarabağın bütün transferlərin qiymətindən çox. Yəni Qarabağ bu mövsümdə artıq çox böyük qazanclar əldə edib. Ancaq Avropa klublarına baxanda bu məbləğ sadəcə olaraq 33-cüdür. Yəni Qarabağdan aşağı hətta 3 komanda qalır. Qalanları yuxarıdadır. Məsəl üçün Galatasaray 32 milyon avro qazanıb. İlk dörtlükdə isə Paris Saint-Germain, Arsenal, Manchester City və Bavariya klubları durur. Ümumiyyətlə götürəndə Qarabağın yaxşı şansı var ki, bu mövsümü 50 milyon avro ilə çox fantastik bir məbləğ görsənsə də qazana bilər. Bunun üçün sadəcə olaraq 3 oyunda yaxşı xallar toplamaq lazımdır və növbəti mərhələyə çıxmaq lazımdır. Sonrası da inşallah yaxşı olar.